Demək, əziz şagirdlərimiz, keçən dəfə biz sizinlə qoşmanın məna növlərinə nəzər yetirmişdik. Bu dərsimizdə isə bağlayıcıların məna növlərinə nəzər yetirəcəyik. Bildiyimiz kimi bağlayıcılar tabelilik bağlayıcıları və tabesizlik bağlayıcıları olaraq iki yerə bölünür. Tabesizlik bağlayıcıları sadə sözləri və cümlələri bir-birinə bağlayır. Tabesizlik bağlayıcılarında özlərinin məna növləri var. Gəlin baxaq görək həmin bu məna növləri hansılardır. Birləşdirmə bağlayıcılarına və, ilə və ilənin qısaldılmış forması la aiddir. İnkarlıq bağlayıcıları nə, nədə, iştirak bağlayıcıları həm, həmdə, da, də, hətta, habelə, həmçinin, o cümlədən, o sıradan, eləcə də, özü də, nəinki və sair aiddir. Bölüşdürmə bağlayıcıları ya, ya da, gah da, istər, istərsə də və ya, yaxud və yaxud. Aydınlaşdırma bağlayıcıları, yəni məsələn, qarşılaşdırma bağlayıcıları, amma, ancaq, lakin, halbuki isə fəqət. Tabesizlik bağlayıcılardan ən çox işlənəni və ilə, bundan başqa, amma, ancaq, lakin, isə fəqət. Digər bağlayıcılarda çox işlənir, amma ən çox işlənən bağlayıcılar bunlardır. Əziz şagirdlərimiz, biz sizinlə bu gün tabesizlik bağlayıcılarına nəzər yetirdik. Növbəti videomuzda isə tabelilik bağlayıcılarına nəzər yetirəcəyik. Sağ olun.